dinleyiciler, hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz olacaqdır İngiltərə mövzusu. Bu mövzu hər kəsin də demir, bir çoxlarının əziyyət çəkdiyi, çətinliklə öyrəndiyi mövzulardan biridir. Gəlin bu mövzuya bütün xırdalıqlarına bir yerdə baxaq. Ümid edirəm ki, sadə izahı vermiş olaram sizlərə. Bunun üçün də əlimizdən gələni edəcəyik. Gəlin ilk öncə baxın, bu dərsi öyrənəndə ilk öncə tərəfləri müəyyən edin. Məsələn, mən burada yazdığım kimi. Sonra dərsi öyrənin və yaxud da ki, dərs öyrəndikcə tərəfləri yazın ki, sizə rahat olsun. Ümumiyyətlə, burada söhbət nədən gedir? Dərsin əvvəlində yazılır ki, ölkənin sosial-iqtisadi vəziyyəti heç də pis deyilmiş. Yəni, biz oxuyanda ancaq orada müsbət məqamları görürük. Deyirik ki, ölkənin iqtisadi vəziyyətinin yaxşı olmasının əsas səbəblərindən biri ölkənin coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi, ada ölkəsi olması, adada yerləşməsi onun təhlükəsizliyini təmin edirdi. Son 100 il ərzində öz ərazisində heç bir müharibə getməmişdir. Avropada gedən müharibələrdə də qalib gəlib, hətta varlanmışdır. Yəni, bunun iqtisadi vəziyyətin yaxşı olmasının əsas səbəbləri budur. Sonra deyir ki, şəhərlər artdı, kənddə kapitalist münasibətləri inkişaf etdi və bu da daxili ticarətin genişlənməsinə şərait yaratdı. O cümlədən mahut və yun istehsalının artması, Hindistandan pambığın gətirilməsi tacirlərin sərvətini artırdı. Zadəganların bir qismi ticarətlə məşğul olmağa başlayır, deyir, gəmiçiliyi inkişaf etdirir, gəmiçilik inkişaf üçün kapital qoyurlar, sənaye müəssisələri yaradırlar və belə ki, yeni zadəganlar meydana gəldi. Yəni, ancaq sosial-iqtisadi vəziyyətdə müsbət tərəfi gördük. Gördünüzmü? Yəni, bu iqtisadi tərəfdən varlanmasıdır. İqtisadi baxımdan beynəlxalq ticarət yolları üzərində yerləşməsi bunun iqtisadi tərəfidir. Mahut və yun istehsalının artması iqtisadi tərəfidir. Və bunun sosial tərəfi nədir? Deyirik ki, sosial tərəfi o idi ki, ölkədə kapitalizmin inkişafı nəticəsində kəndlərin təbəqələşmə prosesi güclənir, kənd burjuaziyası və muzlu işçilər yaranır. Kənd burjuaziyası və muzlu işçilər. Və burada mən yazmışam. Yuxarıda birinci qeyd elədiyim kapitalizmin qarşısında duran əsas maneə nədir? Kapitalizmin qarşısında əsas, yəni inkişafında dayanan əsas maneə feodal qaydalarının mövcud olması idi. Bax, burada əsas məqam budur. Bunu iki tərəf görürsünüzmü? Qarşı-qarşıya deməli, nəyi qarşı-qarşıya qoyduq? Kapitalizmin qarşısındakı əsas maneə oldu feodal qaydaları. Və beləliklə, kapitalizm inkişafı nəticəsində nə yaranıb kəndlərdə? Kənd burjuaziyası yaranmışdı və muzlu işçi yaranmışdı. Bax, bunu yadda saxlayaq. Aha. İndi gəlirik indi növbəti hissəyə, ölkədəki siyasi vəziyyətə. Ölkədə siyasi vəziyyət, hakimiyyətdə kral var. İlk əvvəl kraldan asılı olan parlament var. Baxın, iki dərə cəbhəyə ayırdım bunu. O cümlədən kralın əsas burada təbliğ elədiyi, başçısı olduğu Anglikan kilsəsi var. İndi mən burada bir kilsə, bir təriqət haqqında danışacağım. Baxın, bu Anglikanla Puritian aşağıda yazdığım. Birinci gəlin bunları ayrı edək. Sonra görək ki, kral hansının tərəfində idi. Reformasiya nəticəsində həm Anglikan kilsəsi yaranıb, həm də Puritian təriqəti yaranıb. Anglikan kilsəsi kral başçılıq edirdi və kralın dediyi ilə oturub dururdu. Onun dediklərini icra edirdi. Anglikan kilsəsinə qarşı çıxan isə Puritian təriqətidir. Puritian təriqəti deyir ki, latınca mənası purus, yəni təmiz deməkdir. Deyir ki, biz Anglikan kilsəsinə qarşıyıq. Soruşurlar, ay qardaş, niyə Anglikan kilsəsinə qarşısan? Deyir ki, ona görə qarşıyıq ki, onlar dəbdəbəli bahalı mərasimlər keçirilir, israfçılığa yol verirlər, qənaətçil deyirlər və qənaətçil olmalıdır. Bir kilsə qənaətçil olmalıdır. Və bu Puritian təriqəti məhz Anglikan kilsəsinə qarşı idi. Yaxşı, deməli, kralın yanında oldu Anglikan kilsəsi. Yaxşı, bəs Puritian təriqəti kimlər tərəfindən təbliğ olunur və yaxud da kimlər tərəfindən tərəfdarları kimlərdir deyəndə deyirik ki, burjuaziya, yeni zadəganlar, xalq məhz Puritian təriqətinin dediklərini bəli dəstəkləyirdi. Bu belə. Bu tərəfləri müəyyən elədik. Yaxşı. Bu, həm Anglikan kilsəsi, həm Puritian təriqəti neçənci əsrdə yaranıb deyəndə, bunu da götürəcəksiniz 16-cı əsr.
İndi mən başlayıram 16-cı əsrdə. İndi mən danışıram 17-ci əsrdən. Deyirəm ki, 17-ci əsrdə ölkənin sosial vəziyyəti yaxşı, iqtisadi vəziyyəti yaxşı, siyasi vəziyyətdən gələndə görürəm ki, kraldan narazıdır parlament. Baxın, Puritian təriqəti, xalq, burjuaziya, yeni zadəganlar. Gəlin görək nəyə görə narazıdır. İlk öncə görək hakimiyyətdə kimdir? 1603-cü ildə, gəlin burada izləyək, hakimiyyətə gəlir Stuartlar sülaləsi. Stuartlar sülaləsinin birinci nümayəndəsi də olacaqdır 1-ci James. 1-ci James'in adını yazdıq. 1-ci James Stuartlar sülaləsinin ilk nümayəndəsidir. O, baxın, məlumdur. O, Anglikan kilsəsinə başçılıq edir və, baxın, əks tərəfi yazmışam. Puritian və parlamentin hüquqlarını məhdudlaşdırmağa çalışırdı. O, İspaniyaya qarşı mübarizə aparmamış deyir, nikah diplomatiyası quraraq İspaniya ilə yaxınlaşmışdır. Lakin deyir, yenə də İspaniya həm dənizdə, həm müstəmləkələrdə İngiltərənin əsas rəqibi idi. Parlament əvvəllər kralın yeni vergilər təyin etmək hüququnu qadağan etdiyinə görə parlament deyir, kraldan icazə almadan vergi təyin edə bilməzdi. Bax, bu onu əsas qəzəbləndirən yəni məqamlardan biri idi ki, vergini özü təyin edə bilmir. Bunu yadda saxlayırıq. O cümlədən deyirik ki, İngiltərədə ilk əvvəl deyir, parlament və kral arasında mübarizə dini formada gedirdi. Və burada görünən odur ki, burada asas gəlin ilk öncə kral və parlament arasında yeni vergi təyin etmə məsələsi necə həll olundu? İlk öncə deyirik ki, kral yeni vergi təyin edə bilməz və yeni vergi təyin etmək üçün parlamenti çağırmalıdır, elə deyilmi? Bəli, o da çağırmışdı. Xəzinəni doldurmaq üçün deyir ki, 1-ci James'dən sonra taxta çıxan 1-ci Charles parlamenti çağırır ki, ay qardaş, gəlin yeni vergi təyin edək. Və bu xəzinəni doldurmaq üçün, yeni vergilər təyin etmək üçün icazə almaq üçün çağırır və 1640-cı ildə çağırır. 1640-cı ildə çağırılan parlament düz 13 il fəaliyyət göstərir, yəni 1640-dan 1653-ə qədər. Ona görə bu parlamenti uzunmüddətli parlament adlandırırdılar. Və uzunmüddətli parlamentin fəaliyyətə başlaması ilə, bax, bu yeni kitabda olan yeni dəyişikliklərdən biridir. Yəni, yeni deyəndə, yəni keçən ildən bu var. 1640-cı ildə uzunmüddətli parlamentin hakimiyyətə gəlməsi ilə və yaxud da ki, parlamentin fəaliyyətə başlaması ilə burjua inqilabı başladı. Hakimiyyətə gəlməsi yox, yəni fəaliyyətə başlaması ilə burjua inqilabı başlayır. İnqilab zamanı parlament və kral tərəfdarlarına bölünmüşdü. Gəlin yenə baxaq. Parlament tərəfdarları kimlərdir? Anglikan kilsəsi və xalqın müəyyən bir hissəsi və onun yaxın məmurları. Gəlin baxaq, parlament tərəfdarları kimdir? Puritian, xalq, burjuaziya, yeni zadəgan. Bunların hamısını yazmışıq. Və deməli, uzunmüddətli parlamentin islahatları nə oldu? İslahatlar oldu ki, siyasi məhbusların azad edilməsi haqqında qərar verdilər və parlament 3 ildən bir çağırılmalıydı. Və İngiltərədə vətəndaş müharibəsi başlayır. Vətəndaş müharibəsinin başlama səbəbi 1-ci Charles parlamentin bir neçə deputatın həbs edilməsi haqqında qərar verir və bununla da İngiltərədə vətəndaş müharibəsi başlayır. Vətəndaş müharibəsi, birinci vətəndaş müharibəsi 1642-1646-cı ildir. İkinci vətəndaş müharibəsi isə 1648-ci ildir. Hər ikisində də parlament qalib gəlmişdi. Əgər xırdalıqlarına geçsək, deyirik ki, 1642-ci ildə birinci vətəndaş müharibəsi başlayanda parlament ordusu kral ordusundan zəif idi, orduda nizam intisamı yox idi. Orduya rəhbərlik edən bu puritianlar, baxın, parlament tərəfdarı olan puritianlar kralı hakimiyyətdən salmağa qorxurdular, düşünürdülər ki, xalq narazılıqla qarşılayar bunu və ona görə hətta deyir, onlar kraldan tələb eləmişdilər ki, bax, kral, biz səni hakimiyyətdən salmaq istəmirik, ona görə sən ordunu da burax və yeni kilsə islahatına
islahatını keçirir və bu Charles tərəfindən qəbul edilmir və Charles tərəfindən qəbul edilmədikdə parlament öz ordusunu qurmağa başlayır. O parlamentdə də ordu quruculuğu Oliver Cromwell-ə tapşırılır. 1645-ci ildə hərbi islahata əsasən Oliver Cromwell yeni tipli ordu yaradır və tezliklə güclü ordu yaradan Oliver Cromwell tezliklə kral hökumətini və yaxud da ki, kral tərəfdarlarını məğlub etməyə bacarır. Və burada da əsas döyüşlərdən biri 1645-ci ildə Neysbi döyüşü idi və Neysbi döyüşündə kralın qüvvələri məğlub oldu. Və 1646-cı ilin yayında kral Şotlandiyaya qaçdı. Və Şotlandlılar da onu pul müqabilində parlamentə satdılar. Və bundan sonra yəni görünən odur ki, krala toxunmurlar. Kral parlamentin üstün olduğunu görür və bununla barışmır. İkinci dəfə 1642-ci ildə yenidən vətəndaş müharibəsi başlayır. Hətta bu vətəndaş müharibəsində indi biz kralın tərəfdarlarını yazırıq. Mən bayaq dərs izah eləmişəm. Bu burada qalıb bir dəqiqə. Aha. Deməli, buradan bunu silirik tez. Əla. Deməli, biz burada yazırıq. Deməli, əsas döyüşlərdən biri. İlk öncə 1642-1646. Bu birinci vətəndaş. Qalib gələn parlament. 1648 qalib gələn parlament. Amma ikinci vətəndaş müharibəsində biz deyirik ki, kralın tərəfdarı kimdir? Kralın tərəfdarı Şotlandiya idi. İkincidə artıq bura Şotlandiyanı əlavə edəcəyik. Şotlandiya. Aha, əlavə etdikmi? Etdik. Lakin buna baxmayaraq qalib gələn yenə parlament olur. Və parlament qalib gəldikdən sonra ilk müzakirə elədiyi məsələ aqrar məsələ olur. Vətəndaş müharibəsindən sonra kralın, ruhanilərin, kral tərəfdarlarının torpaqları müsadirə olunur və satışa çıxarılır. Satışa çıxan da kim idi? Bu parlament tərəfdarları. Əvvəl hansı ki, parlament tərəfində burjuaziya və ordu zabitləri həmin torpaqları alır. Yaxşı, xalq parlament gəldi də hakimiyyətə, düzdürmü? 1649-cu ildə 2 dənə vətəndaş müharibəsində məğlub olur, kral edam olunur. Kral edam olundu. Yaxşı, hakimiyyət parlamentdədir. Yaxşı, xalq parlamentdən razıdırmı? Xalq parlamentdən razı deyil. Niyə razı deyil? Çünki kəndlilər yenə torpağa görə zadəgandan asılıdır. Burada əsas varlanan təbəqə daha da belə deyək, öz imkanlarını genişləndirən yenə burjuaziya və yeni zadəganlar oldu. Çəpərləmələrə rəsmi şəkildə icazə verildi və bu əlbəttə ki, xalqı razı salmadı. Və 1649-cu ildə İngiltərə xalqı tələbi ilə kral məhkəməyə verilib edam olunur. Kral hakimiyyəti və Lordlar Palatası ləğv edildi. Və kral hakimiyyətinin ləğv olunması ilə də Stuartlar sülaləsinin hakimiyyətinin birinci dövrü başa vuruldu və İngiltərə Respublika elan edildi. Və əsas hakimiyyət də parlamentin əlindədir. Gəlin görək, parlamentin hakimiyyəti dövründə nələr baş verir. Parlamentin hakimiyyəti dövründə ilk öncə bir dəqiqə. Aha. Parlamentin hakimiyyəti dövründə deyirik ki, parlament əvvəl həm ali qanunverici idi, qanunverici, həm də icra edicidir. Yəni 1649-dan əvvəl. 1649-cu ildə Respublika elan edildikdən sonra parlament ali qanunvericidir, qanunverici. Dövlət şurası isə icra hakimiyyətidir. Yəni parlament icra hakimiyyəti dövlət şurasından paylaşır da, belə deyək. İcra hakimiyyəti dövlət şurası olur, yəni parlamentin səlahiyyətində olmur. Və parlament və dövlət şurasında əsasən yenə deyirik eyni şey, burjuaziya və zadəganlar üstünlük təşkil edir. İngiltərə Respublikasının daxili siyasətində deyir ki, xaricdən ölkəyə yun və ipək gətirilməsi qadağan edildi. Ölkəyə və onun müstəmləkələrinə məhsullar İngiltərənin gəmilərindən başqa gəmi ilə gətirilə bilməzdi, ancaq İngiltərə gəmilərində gətirilməli idi. Bunun da əsas səbəbi Hollandiyanı vurmaq idi. Çünki Hollandiyaya qarşı yönəlmişdi bu qanun, ona görə ki, Hollandiya İngiltərədən irəlidə idi və İngiltərədə xarici ticarətdə Holland gəmilərindən geniş istifadə olunurdu və bunu da İngilis istəmirdi.
Bax, bu məqama diqqət yetirək. Və İngiltərənin, bu respublikanın, hansı ki Oliver Cromwellin ordusu işğalçı orduya çevrilir. İndi deyərsən ki, bəs necə müəllim işğalçı orduya çevrildi? Deyirik ki, ona görə işğalçı orduya çevrilir ki, 1649-cu ildə İrlandiyanı işğal elədi. 1652-ci ildə də Şotlandiyanı işğal elədi. Bax, bu onun işğalçı ordu olduğunu göstərir. Və bu da İrlandiyanın işğalı yenə burjuaziya və yeni zadəganlar daha da varlanır ki, yazıq xalq yox, yeni burjuaziya və zadəganlar yenə də varlanmışdı. Respublikanın artıq 18-ci 50-ci illərində, 17-ci əsrin 50-ci illərində İngiltərədə artıq respublikaya tam inam itmişdi. Çünki iş yerləri yox idi, işsizlərin sayı artırdı, ticarət zəifləmişdi. Kənd təsərrüfatı məhsullarının istehsalı azalmışdı, ordunun saxlanması üçün də xərclər artırdı və xalq ondan sonra təmiz ümidini itirdi. Və bu da azmış kimi 1653-cü ildə parlament bütün hakimiyyəti deyir, ölkədə tam hakimiyyət iddiasına keçdiyinə görə onu devirdilər. Yəni uzun müddətli parlamenti Cromwell 1653-cü ildə hərbi çevriliş nəticəsində uzun müddət parlamenti qovdu və yaxud da buraxdı və Cromwell dedi ki, mən özüm İngiltərəni himayə edəcəm və o Lord Protector elan edildi. Yəni müdafiəçi hami elan edir özünü və hərbi diktatura qurdu. Əlbəttə ki, ölkə respublika sistemini görən xalq Cromwellin diktaturası ilə razılaşa bilmirdi. Ona qarşı narazılıqlarını ifadə edirdilər. Lakin bu xalqın narazılığı, qaldırdıqları üsyan amansızlıqla deyir, yatırılırdı. Və bu da Cromwell-də deyir, əslində istədiyinə nail ola bilmir və 1658-ci ildə o vəfat edir. 2 il ərzində onun oğlu gəlir, 2 il Richard gəlmişdi, indi yoxdur da bu kitabda. Və 1660-cı ildə yenidən fəaliyyətə başlayan parlament deyir, ən yaxşısı hakimiyyətə yenidən Stuartları gətirməkdir. Və onlar 1660-cı ildə Stuartların nümayəndəsi parlament tərəfindən 2-ci Charles gətirilir. 1-ci Charles'ın oğlu. Və bu parlament artıq özü həm Stuartlar sülaləsini 1649-da devirdi, həm də 1660-da özü Stuartlar sülaləsini hakimiyyətə gətirdi. Deməli, 2-ci Charles'ın hakimiyyətə gəlməsi ilə artıq biz deyirik ki, restavrasiya baş verdi, yəni Stuartlar bərpa olundu. Parlament 2-ci Charles'ın səlahiyyətlərinin bölüşdürülməsi və digər şərtlərlə hakimiyyətə gətirmişdir. 2-ci Charles deyir, hakimiyyətə gətirilərkən bəyannamə ilə çıxış edərək bildirdi ki, inqilab iştirakçılarına bəraət veriləcək, etiqad azadlığı tanınacaqdır. 1685-ci ildə də 2-ci Charles vəfat edir, hakimiyyətə 2-ci James gəlir. Onun ən böyük səhvi də o katolik mütləqiyyətini bərpa etmək istəyirdi və katolik təriqəti də ingilislərə tam yad idi və həm də İngiltərənin əsas rəqibi olan Fransa və İspaniyanın dini idi, deyir, katolik dini. Ona görə bu heç cür qəbul edilməz idi və vətəndaş müharibəsi, yeni bir vətəndaş müharibəsinin qarşısını almaq üçün deyir, bir qrup İngilis zadəganı kralın deyir, protestant kürəkəni Hollandiyalı Oranlı Wilhelmə müraciət etdilər. Və 1688-ci ildə zadəganlar hakimiyyət çevrilişi nəticəsi ilə İngiltərədə Stuartlar sülaləsini devirmiş oldular. Hakimiyyətə Oranlı Wilhelm gəldi. Yəni yeznəsi kürəkəni, protestant Oranlı Wilhelm. Və dinc yolla baş verdiyi üçün bu deyir, tarixdə şanlı inqilab adlanırdı. İndi biz Oranlı Wilhelm haqqında danışanda deyəcəyik ki, Oranlı Wilhelmin hakimiyyəti, yəni dövründə 1689-cu ildə parlament hüquqlar haqqında bil qəbul etdi. Hüquqlar haqqında bildə deyilirdi ki, parlamentdə qanunlar qəbul etmə, vergi toplamaq, parlamentə qanunlar qəbul etmə, vergi toplamaq hüququ verilir. Kral yalnız parlamentin razılığı ilə ordu saxlaya bilirdi. Kral qanunlara veto qoymaq hüququnu itirir. Kral ölkəni parlamentlə birlikdə idarə etməli idi. Yəni, artıq hakimiyyətdə həm kral var, həm parlament var. Və beləliklə ölkə nəyə çevrilir? Ölkə parlamentli monarxiya çevrilir. Belə yadda saxlayaq və beləliklə hüquqi dövlətin əsasları qoyulmuş oldu. Baxın, bunu belə yadda saxlaya bilərsiniz. Düşünün ki, artıq bir taxtdır və bu taxtda həm kral var, həm də parlament var. Və beləliklə ölkə nə olur? Parlamentli monarxiya olur. Və beləliklə hüquqi dövlət yarandı və 1707-ci ildə İngiltərə və Şotlandiya parlamentin Birləşmiş Krallıq yaratmaq haqqında qərarı ilə Böyük Britaniya adlanmağa başladı.
Bunu da qeyd etdik. Yerdə qalan hissələri də inşallah gələn dərs danışarıq.